Napoleon Hill, Düşün və Varlan. 6-cı hissə. Fikrin gücü. Əslində fikirlər maddedir. Fikir cisimdir. Özü də müəyyən bir məqsədə cəlb edildiyi məqamda olduqca güclü cisimdir. Bu zaman məqsəd xüsusi inadkarlıqla onu sərvətə və ya digər maddi obyektlərə çevirmək arzusundan ibarətdir. Edwin Barnes insanların düşünərkən varlanması qənaətinin nə dərəcədə sərrast bir fikir olduğuna öz təcrübəsi ilə gəlib. Özü də bunu birdən-birə dərk etməyib, ona doğru pillə-pillə addımlayıb. Sadəcə günlərin birində Thomas Alva Edisonun işgüzar partnyoru olmaq kimi şiddətli bir arzu cücərib beynində. Barnes'ın bu istəyinin əsas xüsusiyyətlərindən biri müəyyənlik olub. O, Edisonun əlinin altında deyil, onunla birgə işləmək istəyib. Barnes'ın arzusunun necə həyata keçməsini diqqətlə izləyin və belə olan təqdirdə uğura aparan 13 addımın məğzini daha yaxşı anlayacaqsınız. Bu istək Barnes'ın şuurunda bir qığılcım kimi parlayanda bu addımın onu həyata keçirməsi üçün heç nəyi yox idi. Üstəlik qarşısında 2 maneə var idi. Birincisi, o Edison'u tanımırdı. İkincisi, Mr. Edison'un laboratoriyasının yerləşdiyi New Jersey ştatına Oranja gedən qatara bilet almağa pulu yox idi. Bu 2 maneə bir çoxunu fikrindən dönməyə məcbur edə bilərdi. Lakin Barnes'ın arzusu sadə şıltaqlıq deyildi. Məqsədinə çatmaq üçün o, East Oranja yük vaqonlarında səyahət etməkdən belə çəkinmir. Beləcə, o, Edison'un laboratoriyasına daxil olub, özünü təqdim edir, sonra gəlişinin məqsədini açıqlayır, ixtiraçılarla müştərək biznes qurmaq niyyətində olduğunu söyləyir. İllər sonra Thomas Edison Barnes'la ilk görüşünü belə xatırlayır. Qarşımda sərsərinin birisi dayanmışdı, lakin üz ifadəsi onun hansı yolla olursa olsun məqsədinə çatacağından xəbər verirdi. İnsanlarla uzun müddətli ünsiyyətin nəticəsində birisinin istəyi uğrunda hətta gələcəyini belə gözünə almadığı təqdirdə qələbə çalacağını yaxşı bilirdim. Ona şans verməkdə qərarlıydım, çünki uğura kökləndiyini görürdüm. İllər boyu əməkdaşlığımız boyunca dəfələrlə zənnimdə yanılmadığıma əmin oldum. Cavan Barnes'ın Edison'a söylədikləri o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Daha mühümü onun düşüncələri idi. Edison özü bu barədə belə söyləyirdi. Bəli, o, Edison'un laboratoriyasında işləməyə qadir birisi kimi görünmürdü, lakin buna qabil olmasını düşünməsi şərtsiz üstünlükdür. Əgər artıq bu sözlərin məğzinə vara bilirsinizsə, kitabı cəsarətlə bir kənara tullaya bilərsiniz. Sir çözülüb və o sizə daha lazım deyil. Barnes ilk görünüşdəncə Edison'un partnyoruna çevrilməyib. O, sadəcə ixtiraçının ofislərindən birində işləmək fürsətini əldə edib, özü də yetərincə az məvacib qarşılığında. Bu iş Edison üçün o qədər də əhəmiyyətli deyildi. Əvəzində Barnes üçün hər şeydi. Çünki beləcə özünü gələcək partnyorunun gözü qarşısında təsdiq edə bilərdi. Aylar ötdü, lakin Barnes arzuladığı məqsədə, hətta deyərdik, həyatının məqsədinə çatdıracaq heç nə baş vermədi. Lakin yenə də Barnes'ın şuurunda nələrsə cücərməkdə davam edirdi. Edison'un partnyoru olmaq arzusu günü-gündən şiddətlənirdi. Psixoloqların haqq yerə deməklər, əgər insan nəyəsə hazırdırsa, bu mütləq baş verəcək. Barnes Edison'la biznes qurmağa hazır idi. Bu da azmış kimi istədiyini əldə etməyənəcən
hazır olmağa davam etmək niyyətində idi. O özünə heç bir şey söyləmirdi. Bütün bunlardan nə çıxacaq ki, deyə gileylənmirdi. Yaxşısı budur, niyyətimdən əl çəkim, daha çox maaşlı iş yeri tapım. Əvəzində belə deyirdi: mən bura Edisonun partnyoru olmaq üçün gəlmişəm və hər vəclə buna çatmaq niyyətindəyəm. Hətta əgər buna bütün ömrümü sərf etmiş olsam belə. O məhz belə düşünürdü. Təsəvvür edin, qarşılarına müəyyən məqsəd qoymuş və təfəkkürünə işləmiş fikrə çevrilənəcən arzusunu yemləyən insanlar necə qeyri-adi hekayələr danışa bilər. Bəlkə də Barnes o zamanlar heç bu cür şeylər üzərində baş sındırmırdı, lakin arzusuna çatmaq uğrunda inatkarlığı və qətiyyəti sonunda bu insanın taleyini həll elədi və axtardığı fürsəti əldə edə bildi. Lakin bu heç də Barnes'ın gözlədiyi kimi baş vermədi. Yeri gəlmişkən, bu cür dəyişiklik fürsətin fəndlərindən biridir. Məsələ burasındadır ki, uğur çox zaman arxa qapıdan gəlmək kimi bir hiyləgərliyə əl atır. O, tez-tez uğursuzluq ya da müvəqqəti məğlubiyyətlə maskalanır. Çoxlarının öz şansını görə bilməməsinin səbəbini də məhz bunda axtarmaq lazımdır. Thomas Edison diktafonu, sonralar buna Edison dedilər, Edison diktafonu kimi məşhurlaşan yeni qurğusunu yenicə təkmilləşdirmişdi. Satış şöbəsi onun bu ideyasını bölüşmürdü. Menecerlər qurğunun uğurla satılacağına əmin deyildilər. Barnes'a əksinə özündən və ixtiraçıdan savayı heç kəsin diqqətini çəkməyən bir biçimsiz maşının uğur gətirəcəyinə inanırdı. Barnes Edison diktafonunu sata biləcəyinə əmin idi. O, öz xidmətini Edisona təklif edir və razılıq alır. Və Barnes həqiqətən də diktafonu sata bilir. Özü də bu əhəmiyyətli və olduqca maraqlı əməliyyatı o qədər uğurla həyata keçirir ki, nəticədə Edison onunla müqavilə bağlayır. Həmin müqaviləyə görə Barnes qurğunu ölkə boyu sata bilərdi. Məhz bu razılaşma nəticəsində məşhur Edisonun ixtira etdiyi və Barnes'ın quraşdırdığı ifadəsi ağızdan ağıza yayıldı. Onların işgüzar ittifaqı 30 ildən çox müddət ərzində uğurla davam etdi. Nəhayət Barnes illərlə arzuladığını həyata keçirdi. Varlandı və cəmiyyətdə öz yerini tutdu. Amma yenə də sadəcə uğur əldə etdi. Daha böyük bir iş gördü. Barnes sübut etdi ki, hər bir insan düşünmək və varlanmaq qabiliyyətindədir. Açığı, Barnes'ın arzusunun ona nə qədər pul gətirdiyindən xəbərim yoxdur. Bəlkə də 2 ya 3 milyon. Lakin bu rəqəm ona açılan bilgi qarşısında heç nədir. Məhz fikrin sezilməyən impulsu özünün maddi əkizinə çevrilə bilər. Barnes sözün hərfi mənasında dahi Edisonla partnyorluğunu özü üçün uydurub. O yalnız və yalnız bu barədə fikirləşib. Barnes'ın ilkin kapitalı sadəcə onun nə istədiyini bilməsindən və istədiyini almağa qərarlı olmasından ibarətdir. Onun bir senti belə yox idi. O, orta məktəbi belə bitirməmişdi. Onun cəmiyyətdə qəti mövqeyi belə yox idi. Daha hansısa təsirdən danışmağa belə dəyməz. Əvəzində onun hansı yolla olursa olsun qələbə əzmi, təşəbbüsü, inamı və arzusu var idi. Məhz bu keyfiyyətləri sayəsində o bir nömrəli adama və yer üzünün ən dahi ixtiraçı ilə partnyoruna çevirdi.